Ay millət, son 100 ilin rekordunu qırıb yazdılar ha. Hakimiyyət belə başımızı qırıb, baxın. Ha, nə son 100 ilin rekordunu qırıblar. Ayda bir, həm 2-3 aydan bir bu gündə olmuruq mu? Və yaxud bir ayda bir neçə dəfə bu gündə olmuruq mu? Keçən tunellər, körpülər hamısı suyun altında qalmadı mı? Ölənlər və yaralananların sayı nə qədər oldu? Gör nə deyirlər, son 100 ildə, 100 ildə yox, 100 gün bundan qabaq olmuşdu. Düz, dəlixanadır, dəlidirlər, nə deyirlər? Güya, İlham Əliyev, sən nə bilirsən 100 il bundan qabaq belə yağış yağmış? Harada qeydiyyatdan keçirildi? Harada qeydiyyatdan keçirildi? Hansı kitaba yazıldı? Heç o vaxt informasiya texnologiyası belə bu dərəcədə yox idi. Heç o vaxt nətərdir, iqlimlə bağlı xəbərlər, iqlimin analizi, belə şeylər yox idi. Bunu nə bildilər ki, bunlar 100 il bundan qabaq? Paho! Demək ki, 1926-cı ildə belə olmuşdu. Axırıncı dəfə 1925-ci ildə belə yağış olmuşdu. Bunu hardan təsdiq edə bilərsiniz? Harda yazılmışdı bu? 1 santimetrə nə qədər yağış düşdü? Niyə özünüzü gülüş vəziyyətinə qoyursun? Bildikdə özünüzü gülüş vəziyyətə qoyan bildik bir dənə orqan DTX-a tutsa hal-hazırda, bir də o polis. Siz niyə özünüzü gülüş vəziyyətinə qoyursunuz? Gəlin oturaq analiz edək də. 1925-ci ildə kim ölçmüşdü ki, bundan artıq yağış olmuşdu 100 il bundan qabaq? Necə ölçmüşdülər? Siz İngilissinizmi? İngiltərədə bəlkə belə eləyə bilərlər bunu, təsbit. Ya Almanlar eləyə bilər. Siz bədbəxt olub götünüzü silənmirdiniz. Sadəcə adamı gör nətə yandırırlar ya. Görən haqq verirlər də, haqq. Hamınız narahat olmayın ha. 100 il bundan qabaq olan 100 ildir baş verməyən təbii fəlakət baş verir. Aya narahat olmayın ha. 100 il bundan qabaq bu qədər keçidlər, körpülər, binalar yox idi. 100 il bundan qabaq Naxçıvan eşşəkləri, yaxşılarından İraq, Qərbi Azərbaycan eşşəkləri, o digər millətlərdən ibarət eşşəklər hakimiyyətdə təmsil olunub, bu qədər oranı buranı eşit darma diyar eləməmişdilər. Bir yanda gölü qurudular. Məsələn, Yasama gölü nə üçün idi? Yasama gölü idi də, durmuşdu da. Deməli, Bakıda bir neçə göllər var idi ki, yağış yağanda, bütün o Qaradağ dolan, bütün o göllərə sular yığılırdı. Gözəl də mənzərə yaratmışdı. Elə deyilmi? Həmən o göllərin hamısını qurutdular, indi yaxşı su hara geçsin? Hara geçsin də su? Bunlar da hökumət tanıyan oğraşlar da heç vaxtı hansısa yeraltı vasitələrlə o suyu dənizə ötürmək qabiliyyətləri yoxdur. Yəni ona pul xərcləməzlər bunlar. Torpağı almışam, mübariz bəy. Amma imkanım yoxdur bu evi tikdirməyə. Xahiş edirəm. Heç olmasa bir otaq mənə köməklik göstərərdiniz, burada bir ev tikərdim. Mən də kiralərdə qalmazdım. Həqiqət. Baxın, adamın gözünün biri gözü işləyir, o biri baba yarıdan belə yox. Ayaq yox, əl yox, göz yox, baş yox. Bu niyə ev dərdi çəkməlidir? Niyə bu ölkədə insanları yaşamağa qoymurlar? Niyə bunu yarımcan elədilər? Bunun əlləri olsaydı, əlləri işləsəydi, bədəni qəlbə dolu olmasaydı. Bu adam gedib bir otaq tikərdi, kariyerdə daş doldurardı, hamballıq eləyərdi. Nə gedib Ursetdə işləyərdi. Heç olmasa gedib Ursetdə bu günə düşsəydi, heç olmasa buna 2 evin pulunu verəcəkdilər. İlham Əliyev üçün döyüşdülər, pox idi də. Ukrayna üçün döyüşsəydi, Rusiya üçün döyüşsəydi, elə bircə aya bir evi tikəcəkdi. Niyə qoymursunuz yaşamağı? Allah nə eləyirsiniz başınıza gəl. Türkiyədə əmlakınızı Erdoğan mənimsədi. Rusiyada əmlakınızı Putin mənimsədi və mənimsəyir. Ayaq daşıdın, o anda İngiltərə mənimsədi. Bu anda Avropada çoxuna sanksiya qoyulub. O anda ərəb ölkələrində vurub xosunbay eləyirlər. İlham Əliyev sənin başına döyə-döyə böyük güclər hər şeyin əlindən alır. Balan elə xəstə yarımcan. İlham Əliyev sən bu xalqa bu qədər qan utdurmayanda, keçən dəfə dedim, indi də deyirəm. Sənin oğlun Heydər bu gündə deyildi, Leyla bu gündə deyildi. Bu xalqın ah-naləsidir, bax canınızdan çıxmır. Xərçək xəstəsən İlham Əliyev. Bədbəxt oğlu bədbəxt. Niyə bu qoymursan bu insanları yaşamağa? Niyə bu xalqı, bu işıqlı dünyamızı qaranlığa çevirib sənə? Ocağın qaralsın. Allah başına daş yağdırsın. Niyə işıqlı dünyamızı qaranlığa çevirib sənə? Sürtük, yecuc-mecuclar, oğraşlar. Dəccəl axtarırlar, dəccəl. Dəccəl də bu İlham Əliyev.